Bu dadlı pirajkilərə çudu da deyirlər, şamaxı qutabı da deyirlər. Əsas bizim Azərbaycan milli mətbəxidir. Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün qatları vərək kimi tək-tək sayılan, xırçıltılı, çox ləzzətli, dadından doya bilməyəcəyiniz möhtəşəm bir çudular hazırlayacağım. Çox dadlı alındı. İçlik üçün ətini də hazırlamaq olar, toyuqla da. Məndə toyuq içliyi var idi, ona görə mən toyuqla hazırladım. Toyuq ətinə çox yaxşıdır zirinci də qatmaq. Mən qatmadım çünki uşaqlar məndə xoşlamırlar, sevmirlər, amma çox gözəl dad verir zirinci. Özü çox xırçıltılı, çox dadlı alınır. Siz də mütləq bu reseptlə hazırlayın. Xəmiri yoğurmadan öncə mayamızı aktivləşdiririk. Maya quru götürülür ya da yaş, məndə yaş idi. 1 çay qaşığı dolu quru maya götürülür. Üzərinə 1 çay qaşığı şəkər tozu əlavə edirik və ümumilikdə yarım stakan ilıq süd, yəni 100 mg süd götürürük və bu miqdarın südün yarısını əlavə edirik mayanın üzərinə. Qarışdırırıq və 15 dəqiqə gözlədirik ki, maya aktivləşsin. İndi bu müddətdə bir yoğurma qaba 250 qram un qatırıq, 4 stakan dolu. 1 çay qaşığı dolu duz əlavə edirik, qaçdırırıq undan və orta hissəsində bir çuxur açırıq və 2 yumurta, 100 qram ərinmiş kərə yağı və 100 qram xama əlavə edirik. Çalışın ki, ərzaqlar ev temperaturunda olsun. Və bu müddətdə maya özünə gəldi və sonra mayını qatırıq və xəmir vururuq. Saat dincəlsin və bu arada İçlik hazırlanır. Mən də demişdim, qeyd etdim ki, toyuqdandır. Soğanı mən xırda qızardıram, sonra üstünə toyuq ətini əlavə edirik, maşından keçirdirəm öncədən. Arası bir 20 dəqiqə belə pişir. Sonra duz, istiot əlavə edirəm. 1 saat keçdi, qəşəng bir xəmir alındı. Mayalanmış xəmirinin biraz havasını almaq lazımdır ki, maya qoxusu gəlməsin. Daha sonra xəmiri 7 gündəyə bölürük və gündəliyib qoyuruq yarım saata dincəlsin salafanın altında. Sonra hər gündəni bir-bir açırıq. Gündələrin arasını bulamaq üçün 250 qram kərə yağı lazım olur. Hər yuxanı açırıq, yağla sürtürük. Sonra o birisi yuxanı. Ən axırıncı yuxa yağlanmır. Hər gündəni belə yağla yağlayırıq. 250 qram yağ lazımdır. Yağlamaq üçün, necə dedim, 6 dənə gündə açılır, yağlanır. 7-ci, axırıncı gündə yağlanmır. Bıçaqla belə lentlərə doğrayırıq. Bu xəmirdən 18, 19, 20 dənə çudu çıxır. Yığırıq belə rolonlara və qoyuruq ki, dincəlsin. Salafanın altına yarım saatda qoyuruq, 25 dəqiqə, yarım saat. Sonra belə çuxurları açırıq, əlimizlə belə düzəltirik. Badam bura kimi yığırıq pirajkini, içini doldururuq toyuq əti ilə. Badam bura formasında büküb yığırıq listə. Məndə 20 dənə çudu alındı. Listin üzərində də yarım saat dincəldirəm salafanın altında. 165 dərəcədə 45 dəqiqə hazırladım. Siz də hazırlayın. Çox dadlı alınır, xırçıltılı.